Ukrayna hökumətində baş verən növbəti kadr dəyişiklikləri fonunda vəzifəsindən azad edilən Müdafiə naziri Mikhail Fyodorovun addımları ölkədə və beynəlxalq mətbuatda geniş müzakirələrə səbəb olub. Nüfuzlu Zit Times nəşrinin məlumatına görə X nazirin davranışı gələcək prezident seçkilərinə hazırlıq kampaniyasını xatırladır və Ukraynalı ekspertlər bu vəziyyətdə prezident Vladimir Zelenski üçün ciddi siyasi təhlükə görür. Ötən həftə prezident Zelenskinin hökumətdə növbəti dəfə dəyişikliklər edərək Müdafiə naziri Mikhail Fyodorovu istefaya göndərməsi ölkə miqyasında rezonans doğurub. Qərarın ardından Kiyev, Lvov, Dnipropetrovsk, Xarkov və Poltava daxil olmaqla iri şəhərlərdə minlərlə insanın qatıldığı kütləvi etiraz aksiyaları keçirilib. Vətəndaşlar küçələrə çıxaraq hökumətin bu qərarına etiraz edib. Sabiq nazir öz növbəsində qeyd edib ki, onun vəzifədən uzaqlaşdırılmasına səbəb silahlı qüvvələrin baş komandanı Aleksandr Sirski ilə uzun müddətdir davam edən zəncirvari və dərin münaqişə olub.